Şeydən oxuyurdum mən. Ay, çox təəssüf ki, bağlantı kəsildi, heç belə olmamışdı. Məndə deyəsən əlimdəki telefondan problem oldu. Rahib müəllim, bir də bağlana bilsək çox sevinəcəm. Çox təəssüf. Dostlar, mən güya bugün yeni bir şey denemək istəyirdim. Ekrana yaxınlaşıb oxumayım deyə başqa bir telefondan Facebook'a girib və buradan oxumaq istəyirdim yazılanları. Və bu da çox pis bir nəticə verdi, bağlantımız kəsildi. Təəssüflər olsun ki, ümid edirəm Rahib müəllim. Çox pis oldu. Rahib müəllim, buradasınız, izləyirsiniz. Lütfən bir daha qoşulmağa cəhd eləyək. Canlı efirdir. Bilirik ki, hamımız canlı efirlərdə texniki problemlər olur. Bu da ilk oldu məndə əslində. Heç belə olmamışdı. Çox təəssüf. Çox təəssüf ki, belə bir problem baş verdi. Ümid edirəm bir daha qoşula biləcəksiniz dostlar. Siz də yenidən qayıtdığınız üçün təşəkkür edirəm hamınıza. Maraqlı söhbət, düzdür Rena xanım, maraqlı söhbət idi və çox təəssüflər olsun ki, kəsildi. Ümid edirəm ki, bir daha bağlantımız alınacaq. Çox ümid edirəm mən buna. Bu anda. Rahib müəllim qoşulub. Bəlkə mən Rahib müəllimə qoşulum. Rahib müəllim qoşulub burada. Rahib müəllim də canlı açıb. Bəlkə mən ona qoşulum. O özü canlı açıbdı ya, məndəki canlını deyəsən görmür. Çox təəssüf ki, belə bir problem oldu. İndi gördüm, netdə bayaq çox bulanlıq idi. Uğurlar, təşəkkür edirəm. Dostlar, ümid edirəm ki, Rahib müəllim canlı, məndə canlıdır. Mən ona yazım, o da canlı, çünki açıb. Mən də yenidən qoşuldum. Yenidən qoşuldum. Təəssüf eləyirəm ki, doğrudan da belə bir problem oldu. Rahib müəllim bir daha qoşula bilsəydi, söhbətimizi qaldığımız yerdən davam eləyərdik. Söhbətimiz əslində maraqlı bir mövzuda gedirdi. Rahib müəllimin Bakıda təşkil elədiyi ekskursiyalardan danışırdıq. Ümumiyyətlə, İçəri şəhərdən, Azərbaycanın tarixindən, hər şeydən danışırdıq. Ümid edirəm ki, Rahib müəllim bir daha qoşulacaq. Rahib müəllim, məni görürsünüzsə, zəhmət olmasa bir daha qoşulmağa cəhd eləyək. Lütfən. Çox heyf. Heç belə olmamışdı. Mən hər dəfə mənə deyirdilər ki, canlıda yazılanları oxumaq üçün uzaqda yaxşı görmürəm. Ekrana çox yaxınlaşıb oxuyuram. Deyirdilər ki, başqa bir telefonda əlində tutub oxusan daha yaxşı olar. Mən də bugün onu denəməyə çalışdım, amma uğursuz alındı. İki telefondan problem oldu və birində bağlantı kəsildi. Yenidən qoşulmağa çalışırıq. Rahib müəllim görsə, gəlsə çox yaxşı olacaq. Mən ona artıq istek göndərmişəm, amma özü də canlı deyəsən, bağlantı kəsiləndən sonra özü də canlı açmışdı deyə. Narahat olmayayım. Narahat oldum çünki bağlantı kəsildi və Rahib müəllim bağlantının kəsildiyini görüb özü də canlı açdı. Ona görə deyəsən mənim ona göndərdiyim dəvəti yəni görmür, nəsə təsdiqləməyib ki, yenidən qoşula bilək bir-birimizə. Çox təəssüflər olsun. Mən də düşünürəm ki, maraqlı, çox maraqlı söhbət gedirdi, amma çox heyf. Rahib müəllim, əgər görürsünüzsə məni, canlıdasınızsa, mən sizə ikinci dəfə istek göndərə bilmirəm, çünki ona görə əgər görürsünüzsə siz özünüz bəlkə qoşulmağa yenidən cəhd eləyəsiniz.
Böyle texniki aksaklıqlar olur bəzən. Düzdür Maysa xanım, təşəkkür edirəm dəstəyiniz üçün. Amma çox pis oldum, çox narahat oldum və mesaj yaza bilərəm də, mesaj yazdım əslində onun canlısında, amma deyəsən, bir saniyə üzr istəyirəm dostlar, mən onu yazım ki, o canlını bağlayıb mənim canlıma qoşulsun. Ya da mən bağlayıb onun canlısına qoşulmalıyam artıq. Çox təəssüflər olsun. Ümid eləyirəm ki, Rahib müəllim qoşulacaq. Yazın zəng edib xəbər verək. Nömrəsi məndə də var əslində. Mən yazdım ona, görəcək yəqin ki. Canlı izləyənlər arasında izləyirmi məni indi bilmirəm, amma bir daha yoxlayım. Məncə artıq bağlayıb canlını və düşünürəm ki, görür məni. Ümid eləyirəm. Qoşulmağa cəhd eləsə bir daha maraqlı söhbət idi, yazırsınız. Artıq vaxt varkən yazılanları oxuyum. Yazırsınız, mesaj göndərdim. Ümid eləyirəm. Mən də çox təəssüflənirəm və çox ümid eləyirəm ki, bir daha alınacaq bağlantımız. Rahib müəllim indi məni görürsə bir daha göndərsə. Rahib müəllim artıq buradadır. Rahib müəllim bir daha bağlanmaya çalışaq. Ay, nə yaxşı qayıtdınız. Çox pis olmuşdum bağlantı. Şükürlər. Çox maraqlı söhbətin ortasında kəsildi və yenidən qoşula bilmirdik. Yaxşı ki, alındı yenidən. Elhamdülillah. Buyurun, haradasa qalmışdıq, artıq mən həyecanlandım və çox pis oldum bağlantının kəsilməyinə, bütün konsentrasiya bitdi. Mən bizə qoşulan bir sıra dostlarımızı gördüm. Salman Qəmbərovu, İlhamiyə xanımı gördüm. Kəmalə Kərim indi birlikdə izləyir, yazını gördüm. Hamıya öz salamlarımı göndərmək istəyirəm. Xanım Yadigarlı, mənim gəlinim, o da izləyir bizi. Mən də salamlayıram hər kəsi. Salamlayıram. Vüqar Həsənov izləyir, Fuad Əhmədov İsraildən izləyir bizi. Hamıya çoxlu salamlar. Ümumiyyətlə, insanlara yer üzünə biz paylaşmışaq da, amma görürsünüz, dünya nə qədər kiçilib xatirə, nə qədər balacalaşıb dünya ki, dünyanın bir başından o biri başına bax belə sadəcə, rahatca insanlar bu texnologiyaların köməyi ilə söhbətləşə bilirlər. Biz əvvəl dünyanı çox böyük hesab edirdik. Amma baxın ki, bu müasir texnologiya nə qədər insanları bir-birinə yaxın edib və bu sevindirici haldır. Mənə elə gəlir ki, bunlardan, belə şeylərdən istifadə edib biz bax bu əlaqələri xeyli gücləndirməliyik. Burada yəqin biz jurnalistlərin də müəyyən dərəcədə rolumuz olmalıdır. Doğrudur, mən də elə düşünürəm. Uzun zaman idi, nəsə bir şey eləmək istəyirdim, düşünürdüm, nə edeyim. Sonradan aklıma gəldi ki, artıq o qədər inkişaf eləyib ki, hər şey əlimizdədir. Belə bir imkan varsa bəlkə yararlanım deyə belə bir layihəyə başlamaq istədim. Düşünürəm ki, bəzi dostlar da çox dəstəklədilər. Siz də çox sağ olun. Qonaq olmağını istədiyim dostlar da var, tanışlar, keçmiş həmkarlar, hamısı məmnuniyyətlə qəbul elədi təklifimi və mən də bu arada sizə də minnətdarlığımı bildirirəm, təklifimi qəbul edib maraqlı söhbətə qoşulduq. Novruzdan danışmışkən, o biraz ab-havadan falan, mən biraz istəyirəm keçmişdə adətlərdən də biraz toxunaq. Məncə əvvəlki ruhu qalmayıb Novruzun. Biz uşaq olanda keçənlərdə o Günayın bir yazısını oxudunuzmu siz də? Mən də onu oxudum. Çox kövrəldim hətta. Tam ağlıma Şuşadakı Novruzlar gəldi. Biz orada necə keçirirdik biz uşaq ikən. Gerçəkdən hər şey çox fərqli idi. Dadı başqa idi. Heç kimin şəkərbura yeyib kökələcəm kimi bir dərdi yox idi.
Xatırla bilirsiniz, mən də həmin o fikirlərə tez-tez qayıdıram və hətta sizə söyləyim, təkcə bu Novruzla bağlı olan bir şey deyil. Mənə elə gəlir ki, ümumiyyətlə biz biraz başqa cür olmuşuq. Məsələn, yeni ildə də özümüz deyirik ki, nəsə yeni il ab-havası hiss olunmur. Amma baxın ki, bu ab-havanı kim yaratmalıdır? Bu öz-özünə yarana bilməz, biz yaratmalıyıq, düzdürmü? Yəni insanın qəlbində müəyyən, içəridə müəyyən hisslər olmalıdır ki, onu siz öz ətrafınıza da sirayət etməklə bu ab-havanı yaradasınız. İnsanın əsas ürəyidir. O ürək əgər bayram əhval-ruhiyyəsindədirsə və sevinməyi bacarırsa, ətrafına qohumları, dostları yığmağı bacarırsa, o zaman bayram əhval-ruhiyyəsi hamıda olacaq. Amma mən sizə bir şey deyim Novruzla bağlı. Mən məsələn şəhərdə böyümüş insanam da. Bakıda məsələn çərşənbələr heç vaxt qeyd olunmur. Mənim yadıma gəlmir. Bir dənə il-axır çərşənbə qeyd olunardı. O da yadıma gəlir ki, insanlar daha çox qulaq falına falan çıxardılar. Hətta mən sizə deyim, Mehdi Hüseynin Komissar romanı var. Uşaqlıqda çox oxuduğum, sevdiyim romanlardan biridir. Bilirsiniz ki, Məşədi Əzizbəyova həsr olunmuşdu. Orada sonuncu çərşənbə axşamında Məşədi Əzizbəyovun anası onu, yəni oğlunu evləndirmək üçün qulaq falına çıxır və səhər tezdən küçəyə çıxır və o cümlə mənim indiyə qədər yadımdadır. Qarşısına çıxan 2 nəfər bərk dava edirdi. Və oradan fikirləşir ki, deyəsən yaxşı gəlməyəcək. Hətta mənim yadıma gəlir ki, məsələn, atam, Allah ölənlərimizə rəhmət eləsin, deyərdi ki, bugün axır çərşənbədir, evdə yaxşı sözlər danışın ki, qulaq falına çıxanlar olar. Belə bir kültür vardı. Yəni, ocağın üstündən atlanmaq küçələrdə böyük tonqal qalanmazdı və belə. Məsələn, bizim o zaman yaşadığımız ata-baba evində yaxşı eyvanımız vardı. O eyvan, deməli, qala divarına baxırdı. Keçmiş Zevin, indiki Əziz Əliyev küçəsində idi o mənzil. Balkon isə qala divarlarına baxırdı. Orada kiçik bir tonqal qalayardı və uşaqlar da, atam da, elə mən özüm də onun üstündən atlanardıq. Biz belə... Amma belə hər çərşənbələrin keçirilməsi şəhərdə belə bir şey mənim yadıma gəlmir. Mən xatırlamıram. Bu sonraki dövrlərdən, hardasa 80-ci illərin axırlarından daha çox dəbə düşməyə başladı. Amma nə olar, qoy olsun, əlbəttə bu yurdumuzun illərlə, 10 illərlə, 100, 1000 illərlə gələn adətləridir. Niyə də olmasın, əgər insan sevinəcəksə və əsas atribut olan bu Novruz atributlarının, yəni hər şey bir niyyətə bağlıdır. Biz o da sitayiş eləmirik. Biz Allaha sitayiş eləyirik. Tək Allahlığa sitayiş eləyirik və niyyətdə əgər odursa və burada hər hansı bir adət varsa, mənə elə gəlir ki, bunu yaşatmağına dəyər və lazımdır da. Amma ildən ilə insanların içərisində o düşkünlük olmamalıdır. Mənə elə gəlir ki, bu dədə-babadan gələn adətlərimizi biz yaşatmalı və daha da bəlkə də biraz təkmilləşdirməliyik. Özür istəyirəm. Bəli, buyurun. O ki qaldı bu ilkinə, qoy uşaqlar sevinsin, qoy insanların qəlbi sevinclə dolsun. Qoy insanlar yaxşı şeylər haqqında daha çox fikirləşsinlər. Çünki Novruz bayramının özünün də çox yaxşı xüsusiyyətləri var. Məsələn, küsənlərin barışmağı var. Adətən Novruzda həmişə küsənlər barışardılar və ilk addımı atan adam böyük adamdır. Əslində ürəyi böyük olan bir insandır, təkəbbürü olmayan bir insandır. Hər zaman yadıma gələn odur ki, məsələn, mənim babamdan qalma adət olub, o hər zaman ayın 20-si bayram axşamı keçirərdi, 21-də isə çıxıb qohum-əqrəbəni başa çıxardı. Balaca bir yerdə, hər yerdən keçəndə babam Keşlədə yaşayıb və hər zaman bütün Keşlədə olan qohum-əqrəbələri gedib görərdi. Hətta şəhərdə yaşadığı dövrdə belə gedib o qohum-əqrəbəyə başa çıxardı. Xüsusilə xəstə olanları başa çıxardı. Yaxşı adətlərimiz çoxdur. Bu adətlər yaşasın və bizdən sonraki nəsillərə də gəlib çatsın. Biz də evladlarımıza bunu təlqin edək ki, bu bizim elimizin adətidir və bu bizim ailəmizin adətidir. Onlar da bu adətlərə riayət eləsinlər. Yaxşı adətlərdir bunlar. Yaxşı adətlər, bəli, mütləq nəsildən nəsildə ötürülməlidir. Tural İsaqov yazır ki, Rahib bəyi xatirə salamlayıram. Xahiş edirəm, Gəncə haqqında fikirlərinizi deyin, deyir. Gəncə kənardan necə görünür? Tək Bakıdan danışmayın, qısqanıram, deyir. Yox, Azərbaycanın hər bir yeri gözəldir. Gəncə yurdumuzun ikinci böyük şəhəridir. Nizaminin vətənidir. Bilirsiniz, mən bir layihə var idi, xatirə bilmirəm, xahirsiniz ona ya yox, 2009-cu
2019-cu ildə Yurdumun Dəyərləri bir layihə var idi. ATV kanalında o zaman yayımlanırdı. Mən iki yerdə çox qəribə bir hisslər keçirdim. Bunlardan biri su qovuşandaydı. Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yerdə biz axşamçağı getmişdik ora. Və mən o çayların qovuşmağını gördüm və müəyyən o sərhəddi gördüm. Mən birinci dəfə idi bunu seyr edirdim. Böyük bir qədər düşüncəli həyatımda və bu mənə çox böyük təsir etdi. İkinci böyük təsiri mən Gəncədə Nizaminin məqbərəsində bilirsiniz, doldum, tutuldum, özümü tamamilə itirmişdim. Gəncə bizim tariximizdir. Gəncə bizim ən böyük, ən gözəl şəhərlərimizdən biridir. Gəncə Cümhuriyyətimizin paytaxtıdır. Biz hətta sirdaş olaraq deməli Cümhuriyyətlə bağlı buraxılışlarımıza Gəncədən başladıq. Bax, o simvoldur, belə də olmalıdır. Ona görə Gəncəni mən çox sevirəm. Azərbaycanın müəyyən şəhərləri var ki, bunlar mənim üçün simvolik bir şəhərlərdir. Bu Şamaxıdır, Gəncədir, Şəkidir. Mən Şəkini də çox sevirəm, həddindən artıq. Çünki Azərbaycanda koloritini, o özünə məxsus koloritini qoruyub saxlamış çox az məkanlarımız var. Onlardan biri Şəkidir. Naxçıvanı mən çox sevirəm. Naxçıvanda biz çəkilişlər etdik. 3 il bundan əvvəl mən vuruldum bu diyara. Vuruldum sadəcə olaraq. Oranın insanlarına, çox təvazökar, çox qonaqpərvər insanlardır və onu da qeyd edim xatirə. Azərbaycan ərazisində orta əsrlər tarixi qismən İçəri şəhərdə, bir də Naxçıvanda qalıb. Gedəndə siz həmin o tarixi abidələri, yəni orta əsrlər abidələrinin tarixini Naxçıvanda görə bilərsiniz. Və biz bir neçə il bundan əvvəl Konyada çəkilişlərdə olanda Mövlana Həzrətlərinin ziyarətinə getmişdik və Konyanın çəkilişlərində özü türbələr var idi şəhərin düz mərkəzində. Mən elə bildim ki, Naxçıvandayam. Eyni arxitektura, eyni dərəcədə kərpicdən, o göy kaşlardan istifadə olunmaqla inşa olunmuşdu. Vuruldum sadəcə olaraq. Konya ilə Naxçıvan mənim üçün eyni ab-havada olan bir yer idi. Mən Naxçıvanda hələ olmamışam. Hökmən getmək. Çox görməyəm, amma hələ olmamışam. Şəkini də, mən də Şəkini çox sevirəm. Şəkidə olmuşam dəfələrlə, amma Naxçıvanda hələ gedib çıxmamışam. Baxmayaraq ki, xalamın yoldaşı da Naxçıvanlıdır. Hər dəfə deyir ki, çünki Bakıya gəldiyim intervallar o qədər az olur ki, yəni təzədən Naxçıvana gedib qayıtmaq üçün heç vaxt imkan tapa bilmirəm. Amma ümid edirəm ki, elə bir vaxt gələcəm ki, uzun bir intiqalma müddətim olacaq və Naxçıvana mütləq getmək istəyirəm. Mən sizə deyim xatirə və hətta sizə belə bir tövsiyə edərdim. Deyilənə görə Naxçıvanda may ayı həddindən artıq gözəl olur, mayın əvvəli. Çalışın may ayının əvvəllərinə təsadüf edin. Deyilənə görə Naxçıvan ən gözəl təbiəti məhz həmin o dövrə təsadüf edir. Biz mayın sonunda getmişdik, artıq havalar isti idi və təsəvvür edin ki, Əlincəqalıya çıxdıq, mən elə yandım ki, qolum, bədənim elə yanmışdı ki, mən hələ həyatımda o cür heç zaman günəş yanğısı almamışdım, dəhşəti dərəcədə. Hətta daldalanmağa bir yer yox idi, çox hündür bir yer, pləkanlarla biz o çıxdıq və mən düşündüm ki, görürsən bizim tarixə bax, bu qalanı heç kəs fəth eləyə bilməyib. Hətta Əmir Teymurun qoşunları gəliblər, oraya qalxa bilməyiblər. Sadəcə orada digər hadisələr baş verdikdən sonra, Fəzlullahın vəfatından sonra ora qalxıblar artıq hürufilər oranı tərk edəndən sonra. Yəni çox gözəl bir yerdir. Həddindən artıq və tarixi abidələrlə bol olan yerimizdir. Yəni dəyərimizdir. Yurdumuzun ən gözəl dəyərlərindən biridir. Ümumiyyətlə Azərbaycanda tarixi abidələrlə bol olan yerləri təəssüflər olsun ki, biz çox deyə bilməyəcəyik. Amma elə yerlər var, oranı hökmən ziyarət eləmək lazımdır, gərəklidir. Məncə də Kəmalə Kərim yazır, Lahıc sənət məbədidir mənim üçün. Lahıc da çox gözəldir doğrudan da. Tam razıyam. Emin də yazır ki, mən də... Bəli. Buyurun. Emin də yazır ki, mən də Naxçıvanı görməmişdim. Naxçıvandan xəbərim yox idi. İşlə bağlı olaraq gördüm ki, doğrudan da çox səlist insanlardır, gözəldir falan. Gəncə haqqında bir sənətli film çəksəz, bütün təşkili məsələlərdə köməklik edə bilərik. Tural İsaqov yazıb. Təşəkkürlər. Siz dediniz axı Gəncədən deyəsən yaddaşı çəkmişdiniz orada Gəncə. Biz
Bu yaxınlarda yəqin ki, yenə də Gəncəyə gedəcəyik. Bir layihəmiz var. Deməli, Azərbaycanda Alman izləri, Alman abidələri tarixi ilə bağlı. Hökmən Gəncə, Şəmkir, Göygöl, yəni keçmiş Helenendorf, bir də Gədəbəyə belə bir səfər planlaşdırırıq. Sirdaş çəkilişlər olacaq. Onda Allah qoysa bu səfərlərimizi, bu çəkilişlərimizi Gəncədən başlayacaq. Yəqin ki, Tural bəylə orada görüşərik inşallah. İnşallah. Ülviyə Qacıyeva yazır ki, Rahib bəy İstanbuldan salamlar. Mədəni və səlis Azərbaycan dilindəki maraqlı söhbətiniz üçün təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Tural Sakov da yazır, dəyərli fikirləriniz üçün çox sağ olun. Həqiqətən də çox xoşdur. Biz də təşəkkür edirik izlədiyiniz və fikir bildirdiyiniz üçün. Siz dediniz, may ayında gözəldir. Çox təəssüflər olsun ki, mən hər an gələ bilmirəm. Bizdə uşaqların məktəbinə görə ancaq uzun olan məktəb tətillərini gözləməliyik. O da təəssüf ki, biz burada Avropada 5 həftədir sadəcə yay tətili. İyulun ikinci həftəsindən başlayır, avqustun son həftəsinə qədər davam eləyəcək. Maksimum 5 həftə olur. Ona görə may ayında var tətil, amma çox qısadır. Elə Emirlə siz bilmədik sizinlə, onda gəlmişdik. 11 gün heç bir şeyə çatmırdı oradan da. Çox az bir vaxtı o vətənə gəlmək üçün. Vətənə gələndə gərək bol-bol gəzəsən, hər yerini gedib görəsən. Ona görə düşünürəm ki, bu il, düzdür, yay çox isti keçir orada. Mən də onu bilirəm, eşitmişəm də, amma ümid eləyirəm ki, alınar. İnşallah. Hökmən. Bəli, buyurun. Bəli, buyurun. Buyurun, siz buyurun. Azərbaycanın hər yeri gözəldir və hər yerinin özünə məxsusluğu var. Təbii ki, bütün yurdumuzu gəzib onun tanımalıyıq, bilməliyik ki, biz hansı bir torpaqda yaşayırıq. Almaniyadan bizim bir dostumuz gəlmişdi illər öncə, hərdəsə bir 20 il bundan əvvəl. Biz onu apardıq Yanardağa. Təsəvvür edin, Xatirə, həmin gecəsi o Lufthansa ilə qayıtmalı idi Bakıya. Bilirsiniz ki, o saat təxminən 4-də uçur. Saat 8-9 radələri idi. Biz Yanardağda oturduq. O zaman Yanardağda heç bir abadlıq işləri aparılmamışdı. Sadəcə torpaqdır, həmin o dağın bir hissəsi, balaca bir yer hissəsi alışıb. Biz onu gətirdik və göyün üzünə bərk buludlar gəlmişdi. Birdən-birə yağış başladı, əvvəlcə ildırım çaxmağa başladı, sonra yavaş-yavaş yağış atmağa başladı. Bu adam gözlərini zilləmişdi o yanar torpağa və gözünü çəkə bilmirdi. Mən 2 dəfə ona yaxınlaşdım ki, cənab Kristof, sizin vaxtınız gəlir, biz qayıtmalıyıq artıq Bakıya. Çünki Bakıda da bir görüşümüz var idi. O mənə dedi ki, hiss elədim ki, kişi özündə deyil. Dedi ki, mən gözlərimi buradan çəkə bilmirəm. Təsəvvürlə elə bir ofsunlanmışdı və sonra bir təhər onu özünə gətirdik. Ay kişi, sən birazdan reysundur, sonra getməlisən, gecikməyəsən filan. O mənə duranda dedi ki, siz deyəsən hansı torpaqda yaşadığınızın qədrini, nə cür yerdə yaşadığınızın qədrini bilmirsiniz. Bizdə deyir, belə yerlər yoxdur. Bizdə deyir, hətta parkların içərisində o dərəcədə abadlaşdırırlar ki, təbiətlə təmasın da sənin sıfıra bərabərdir. Mən deyir, buradan çox bol təəssüratla gedirəm. Təəssüflər olsun ki, mən o kişini sonra görmədim, o əlaqə yarada bilmədik, amma onun o dediyi sözlər mənim yadımdan çıxmır. Təbii ki, bizim vətənimiz çox rəngarəngdir. Bax, dinən dediyim kimi biz burada haradasa 13-14 dərəcə temperatur vardı, amma mən getdim, bircə saat o tərəfdə dizə qədər qarın içərisinə getdim. Bircə saat Bakıdan kənarda. Bilirsiniz, bu bir gözəllikdir, bu bir təsəvvür eləmək olmayan bir gözəllikdir. Doğrudur, haqlısınız. Maysa Ağa Mirzəyeva yazır, Rahib müəllim, gözəl diksiyanız və mükəmməl tələffüzlü Azərbaycan dili üçün təşəkkür edirik. Çox sağ olun. İnsanlar darıxıb deyəsən, mükəmməl Azərbaycan dilində danışan birində eşitmək üçün. Çox təəssüf edirəm, amma bir o xatirə yadınıza gəlir, evləri köndələn yar. Orada nə deyir? Deyir, gör məni nə ilə təbrik edirlər, dütdülüklə. Görün, biz nəyə təəccüblə eləməyə başlamışıq. Mükəmməl və səlis hesab olunan Azərbaycan dili ilə. Adam bəzən xəcalət çəkir. Əfsuslar. Çox əfsuslar. Çünki doğrudan da get-gedə mən Azərbaycana gələndə çox təəssüf eləyirəm. Hərdən birdən deyirəm ki, mənim uşaqlarım xaricdə yaşaya-yaşaya Azərbaycanda yaşayan bəzi uşaqlardan daha yaxşı danışırlar Azərbaycan dilində. Çünki
ya danışmırlar, danışmağa utanırlar. Bir-iki tanış vardı, onların uşaqları ilə görüşdük. Sara da yanımdaydı. Bunlar Rusça danışır, Sara Rusça danışmır. Ortaq dilləri Azərbaycan dilindədir. Sara Azərbaycan dilində danışır, uşaq ondan qayıdıb Azərbaycan dilində danışmağa utanırdı. Anasına deyir ki, o necə xaricdə yaşayır ki, Rusça bilmir. Sara deyir ki, mən ingiliscə bilirəm. Bilirsən, gəl ingiliscə danışaq. Amma uşaq Azərbaycan dilini bilə-bilə, elə bir ki, nə bilim, başqa bir pisdir danışmaq, danışmağa utanır. Çox qəribə bir psixologiya formalaşıb son dövrlərdə Azərbaycanda. Mən çox təəssüf eləyirəm doğrudan da. Öz dilimizdə danışmağa utanırıq. Üzr istəyirəm, bu Səriyə Dadaşova bizim hamımızın, bütün bu jurnalistlərin, musiqiçilərin hamısının bir dostu var. Səriyə Dadaşova çox maraqlı bir status yazmışdı. Azərbaycan dilinin axırına rus dilli Azərbaycanlılar yox, Azərbaycan dilini bilməyən Azərbaycanlılar çıxacaq. Görün nə boyda acı həqiqət var burada. Yəni biz ölkənin vətəndaşları, bilirsiniz məni nə maraqlandırır? İşte əgər bir mötəbər bir görüş olarsa, mən hökmən bu məsələni bir də qaldıracağım. Çünki bir dəfə qaldırılmışdı, müəyyən dərəcədə riayət olundu, amma sonra yenidən itdi. Bakıda olanda bir sıra hallarda sən başa düşmürsənsə ki, sən Bakıdasan yoxsa hansısa bir Avropa ölkəsində. Adi dükan mı deyək, restoran mı deyək, nə bilim, hansısa bir şadlıq evi deyək, bunun hamısına əcnəbi adlar qoyurlar. Niyə? Niyə? Son dövrlərdə çox yaxşı bir tendensiya oldu restoranlara milli adlar verməyə. Məsələn, ədvaların adlarını verməyə başladılar. Mənim çox xoşuma gəlir. Mixək, darçın, çox gözəl. Zəfəran falan vardı orada. Sumaq çox xoşuma gəlir. Həddindən artıq. Bəli. Özümüzdə olan bir şeyləri gəlin təbliğ eləyək də. Bilirsiniz, Azərbaycan dilində hamı komendant deyir. Yoxdur Azərbaycanda. Komendant sözü yox. Komendant sözünün Azərbaycanca qarşılıqlısı var. Qalabəyi. Görün nə gözəl sözdür, qalabəyi. Və yaxud da indi o anlayışlar yoxdur. Keçmişdə böyük mülklərin içərisində bir gözətçi olardı və siz içəri daxil olanda həmişə o sizdən soruşardı ki, sən hara gedirsən, kimsən, nəçisən, tanımadığı adamlara. Belə adamlara deyərdilər. Bunun Azərbaycanca qarşılığı var. Ona konsiyerj, fransızlar konsiyerj deyirlər. Eşik ağası. Görün nə gözəl sözdür. Eşik ağası, bəli. Eşitmişsiniz. Biz bunları nağıllarda eşitmişik. Halbuki bu bizim dilimizdə olan gözəl sözlərdir. Yəni bu sözləri təbliğ etmək lazımdır. Maysa xanım bir hazır ki, çünki Azərbaycan efirində ləhcə çox hiss olunur. Sizin kimi təmiz tələffüzlü insanlar azdır. Doğrudan da elədir. Emirlə yazır, doğrudan Rahib müəllim danışdıqca adama rahatlıq gəlir. Çox sağ olun. Gerçekten elədir. Mən də sizin ümumiyyətlə diksiyanızın heyranıyam. Sizin yanınızda təbii ki, mənim Azərbaycan dilimin sözü ola bilməz, amma mən də çalışıram Azərbaycan dilində düzgün danışmağa və hansı dili yaxşı bilirəmsə, uşaqlarımı istəyirəm ki, o dildə daha çox danışım. Və Azərbaycan dilini mənim uşaqlarımın bilməyini çox istəyirəm. Çox mənim üçün önəmlidir. Çünki onlar onsuz da xarici dili bilirlər və öz dillərində və burada çox qəribədir ki, öz dilini bu qədər qiymətdən salan məncə ikinci başqa bir millət yoxdur. Burada yaşayırdıq, təzə başlamışdı uşaqlar məktəbə gedəndə, onlarla mən Hollandca danışırdım məktəbdə. Müəllimləri deyirdilər ki, evdə sən onlarla Azərbaycan dilində danış, qoy ana dilini bilsinlər, qoy iki dili uşaqlıqdan öyrənsinlər. Buradakılar üçün çox önəmlidir, yəni ana dilini bilmək çox önəmlidir. Biz nədənsə öz dilimizə niyə bu qədər hörmətsizlik eləyirik, mən doğrudan anlaya bilmirəm və çox da doğrudan pis oluram. Azərbaycana hər gələndə, restoranda oturursan, gəlir səndən rusca soruşur, nə istəyirsən. Mən qayıdıb Azərbaycanda danışıram və deyirəm ki, mənlə Azərbaycan dilində danışım. Mən Azərbaycan dilində danışmağı üçün darıxmışam. Doğrudan da maşında otururam, xarici mahnı qoyanda deyirəm, nə olar Azərbaycan mahnısı qoyun. Və Bakıya gələndən də hamıya demişəm ki, məni başqa yox, ancaq Azərbaycan mətbəxləri sizinlə də hatırlayıram, içəri şəhərdə gedib qəşəng yemişdik. Çünki doğrudan da onlar üçün biz həsrət çəkirik və onu görməyə gəlirik vətənə. Vətəndə darıxdığımız şeyləri görməyə, öz dilimizdə danışmaq istəyirik. Və niyə hamı öz dilində danışmağa utanır, onu anlamıram. Hərdən şəhərə çıxanda, Fəvvarələr meydanına mı, Targova dediyimiz yerə çıxanda baxırsan ki, ətrafdan gələn səslərin böyük bir qismi rus dilindədir. Mən heç vaxt
rus dilli olmağının əleyhinə çıxmamışam. İnsanlar nə qədər çox dil bilirlərsə, bir o qədər yaxşıdır. Bu onun varıdır, dövlətidir, bu sərvətidir onun. Amma öz doğma dilinə etinasızlıq bu mənim heç sevdiyim bir şey deyil. Qətiyyən və mən də çalışıram ki, hətta uşaqlarım mənim məktəbə getməyə hazırlaşanda, mənim yoldaşım da müəllimədir, ingilis dili müəlliməsidir. Biz əvvəlcədən qət etmişdik ki, uşaqlar hökmən Azərbaycan məktəbində oxuyacaqlar və öz doğma dillərini bilməlidir. Bilirsiniz, mən elə əsərlər var ki, elə kitablar var, elə əsərlər var ki, onu oxumadan Azərbaycanlılıq məfhumunu başa düşmək çox çətindir. Mən demirəm Koroğlu. Məsələn, bilirsiniz ki, Koroğlu dastanı, yəni bunu biz bilməliyik. Amma Koroğlu dastanının özü də axı müəyyən təhriflərə uğrayıb. O bizim oxuduğumuz 4-cüdür və o müharibə illərində redaktə olunmuşdu Məmməd Hüseyn Təhmasib tərəfindən ki, insanlarda vətənpərvərlik hissi, müharibə gedir, vətənpərvərlik hissini aşılamaq üçün. Əslində Koroğlu bir qədər fərqli bir personajdır. Mən bunun üstünə çox dayanmıram. Amma bir Azərbaycanlı olmaq üçün bundan keçmək lazımdır, oxumaq lazımdır, bunları oxumaq lazımdır. Azərbaycan filmlərinə baxmaq lazımdır. Məsələn, mən fikirləşirəm ki, olmasın Boğusuna, Arşın Malalana, Dəli Kür filminə baxmadan, Axırıncı Aşırın baxmadan Azərbaycançılıq, türkçülük nədir, bunu başa düşmək biraz çətin olacaq. Bu hökmən vacib olan bir şeylərdir. Və bir də bu yöndə televiziyanın çox böyük rolu var. Mən onu da söyləyim ki, çox yaxşı bir tendensiyadır. Son dövrlərdə Azərbaycan, yəqin ki, eşitmişsiniz siz də xatirə, Azərbaycan televiziyasında və xüsusilə ictimai televiziya. Mən birinci növbədə bunu vurğulamaq istəyirəm ki, ictimai televiziyada çox böyük dəyişikliklər başlanıb və kənardan hətta adi belə hiss olunur bunlar və bu çox sevindirici faktordur. Fürsətdən istifadə edib həm Azərbaycan televiziyasının rəhbərliyinə, həm də ictimai televiziya rəhbəri Balaş Qasımov bizim yaxın dostumuzdur. Böyük uğurlar diləmək istəyirəm. Bu televiziyada mənim xüsusilə çox işləyən yaxın dostlarım var. Onlara işlərində böyük müvəffəqiyyətlər arzu edirəm. Bu əsl irəliyə, müasir televiziyaçılığa aparan bir yoldur və bilirsiniz, mənim yaxın dostlarımdan biri də Akif İslamzadədir. Yaş fərqimiz olmağına baxmayaraq, o vaxtilə mənim əmmimin yaxın dostu olub. İndi mən onunla dostluq edirəm. Siz taleyə baxın. Və o bir dəfə dedi ki, pis televiziyadır. Deyirsiniz, televiziya pisdir. Gəlin bir yaxşısını göstərək və deyək ki, televiziya belə olmalıdır. Bax, həmin o məqam gəlib çatır. Hal-hazırda aparılan islahatlar, televiziya sahəsində aparılan islahatlar onu göstərir ki, biz yaxşı televiziyanı yaxşını göstərib, məncə pisləri yavaş-yavaş aradan qaldırmaq lazımdır. Məncə, çünki başqa yolu yoxdur. Yoxdur. Və pis hesab etdiklərimiz özləri istər-istəməz onlara baxıb bir qədər özlərini çəkməli olacaqlar. Başqa yolu yoxdur. Başqa yolu yoxdur. Çünki doğrudan da çox pis bir istiqamətə gedirdi televiziyanın, müasir Azərbaycandakı televiziyanın durumu və çox sevindirici haldır ki, doğrudan da dövlət televiziyası ilə ictimai televiziya artıq bunun üzərində durdu və bədii şura yaradı. Mən ən çox sevindiyim bir məsələ də bədii şuranın yaradılmasıdır ki, artıq hər kəs efirə çıxa bilməsin. Təbii. Efirlərə elə adamlar çıxır ki, mən düzdür Azərbaycan efirlərini çox dostlarımın böyük əksəriyyəti keçmiş həmkarlardır və onların paylaşdığı qısa filmlər, videolardan görəndə mən dəhşətə gəlirdim ki, nə gündədir və kimlər artıq efirə çıxır. Oradan da ümid edirəm ki, yaxşılığa doğru Azərbaycan televiziyası artıq gedəcək. İnşallah. Xatirə, mən orada gördüm, İsveçdən bizə qoşulan Igor Ponomarev, Neftçinin əfsanəvi futbolçusu, çox hörmət etdiyim bir şəxs bizə qoşuldu. Igor Anatoliçi mən salamlamaq istəyirəm. Bilirəm ki, Azərbaycan dilində gözəl bilir. Çünki mən ona hər zaman hansısa bir təbriklər yazanda çox sağ ol qardaş sözlərini yazır mənə Azərbaycanca. Yeri gəlmişkən bir söz söyləyim sizə. ANS-də işlədiyim vaxt idi. 2003-cü ildə deməli Kiyev Dinamosunun futbolçuları Bakıya gəlmişdilər, klassik, yəni köhnə komanda oyunçuları və mən o zaman nəzər nöqtəsini aparırdım. Səhv etmirəmsə 2003 ya 2002-ci il idi. Deməli Neftçinin bir əfsanəvi qapıçısı vardı. O hal-hazırda Ukraynada yaşayır, səhv etmirəmsə.
Yura Romenski, o da mənim Facebook dostlarımın içərisində var. O Igor Belanovla Aynesə gəlmişdi və mən ondan Igor Belanovla müsahibə alandan sonra Yura Romenski dedi ki, gəl bəs mən köhnə Neftçinin futbolçularından olan dostumun Rəşid Özbəyovun qəbrini ziyarət eləmək istəyirəm. Biz razılaşdıq. Asif Bağırov bizim ümumi dostumuz, mən və həmin o futbolçular maşına mindik, getdik və şəhər qəbirstanlığının yanından keçəndə o dedi ki, saxlayın, mən gül alım. Deməli, təxminən Volçuvarod Qurd qapısı tərəfə təsadüf eləyirdi. Orada gül satan var idi. Romenski maşını saxladı, pəncərəni açdı və ona qayıtdı ki, ala, gül neçəyədir? Təsəvvür edirsiniz, necə məhtəl qaldıq. Biz ona qayıtdıq ki, siz 17 ildir Bakıda yaşamırsınız, Azərbaycan dilini bilirsiniz. Qayıtdı ki, mənə, uşaqlar, bu mənim doğma dilimdir. O dedi, əslən, mənim doğma dilimdir, mən bunu necə yaddan çıxara bilərəm? Bax, belə şeylər adamda xoş əhval-ruhiyyə oyadır və mən İqor Ponomaryova da salamlarımı çatdırmaq istəyirəm və Mən də salamlayıram. Gözəl futbolçu olmaqla məşhur və gözəl bir insandır həm də. Maysə xanım bu yerdə yazıb, onu oxumadan keçə bilməyəcəm. Yazıb ki, elə ona görə də bizim həftə sonu məktəblərimiz var. Doğrudan da Avropada Azərbaycanlıların kütləvi yaşadığı şəhərlərdə həftə sonu məktəbləri var. Düzdür, mən çox uzaq olduğuna görə uşaqları ora aparmaq, hər həftə sonu 160 kilometr gedib qayıtmaq biraz problem olur. Amma doğrudan da bizim burada həm də həftə sonu məktəblərimiz var. Könüllü müəllimlər var ki, uşaqlara hər həftə sonu gəlirlər. Orada 2 gün onlara Azərbaycan dilini öyrədirlər, dərs keçirlər. Bizdə burada yay məktəbləri var. Xatirə, yay məktəbləri haqqında bəlkə eşitmisiniz. Müxtəlif təşkilatların yaratdığı bir yay məktəbləridir. Çox gərəkli və lazımlı bir işlə məşğul olurlar və yaxşı tədrislər də edirlər. Praktiki məşğələlər daha çox olur və gəzib göstərmək kimi işlərdə müəyyən bir neçə dəfə mən də iştirak eləmişəm bu yay məktəblərində turlarla bağlı, tarixin aşılanması ilə bağlı. Hökmən belə şeyləri etmək lazımdır. Çox gözəl bir təşəbbüsdür. Bəli, deməli bir komment oxumaq istəyirəm. Anar Vəlizadə yazıb, cavan oğlana salamlar, Don Corleone'dan deyin, özü biləcək. Biz radioda bir yerdə çalışırıq Anarla və o ümumi bir zarafatımız var. Anar radioda uzun müddət çalışan aparıcılardan biridir. Mən də salamlarımı çatdırmaq istəyirəm. Tural İsmailov bu arada bayağı yazmışdı ki, sizə dostluq göndərəcək və sizinlə görüşmək istəyir və bir də yazıb ki, Rahib bəy, sizi dinləmək həqiqətən çox xoşdur. Çox istərdim gənclərimizlə bir görüş təşkil edək, siz Gəncəyə gələndə. Sizi burada şey yazıb sizə, yəqin ki, məncə ideya olaraq çox gözəldir, təşkil eləsələr də, niyə də yox, düzdürmü? Ola bilir, mən düzdür, səfərlərim çox qısa müddətli olur, amma hər halda biz bunu dəyərləndirə bilərik və düşünürəm ki, dəyərləndirə bilərik. Dostluğa gəldikdə isə, xatirə, bilmirəm, bu mənim bir həyat prinsiplərimdən biridir. Çox təəssüflər olsun ki, mən şəxsən tanımadığım insanları Facebook dostluğuna belə qəbul etməkdən biraz çəkinirəm. Ümumiyyətlə, hamıya aid edə bilmərəm, əstəğfurullah, hamıya bunu sözü aid etmək olmaz. Amma bəzi insanlar çox qeyri-adekvat münasibətlər bəsləyirlər və onlarla hətta adi söhbət aparmaq bəzən çətinliyə çevrilir. Ümumiyyətlə, son zamanlar cəmiyyətdə olan bu hiss var ki, əksəriyyətə aid etmək olmaz, əlbəttə ki, bunu əstəğfurullah yenə bildirmək istəyirəm, amma ağıllıdır, hamıdan ağıllı odur və özündən başqa heç kəsin fikrini qəbul eləmir. Biz bir qədər dəyişmişik. Bu yöndə biz bir qədər dəyişmişik, əfsuslar olsun ki, dialoq mədəniyyəti, insanı dinləmək mədəniyyəti biraz ikinci plana keçib. Hamı daha çox danışmaq istəyir və eşitmək istəmir. Bir problem yaşayırıq. Bir komment var, mən onu oxumaq istəyirəm, bir rəy var. Firdovsi Həsənov yazır ki, mənim verdiyim sualı oxumadınız. Düşünürəm, aktual mövzudur, diasporanın fəaliyyətini qiymətləndirmək. Qaldı ki, danışıq ana dili məsələsinə. 80-ci illərin ortalarında mağazada ana dilimizdə nəsə soruşub almaq istəyəndə yuxarıdan aşağı baxırdı satıcılar. Kökü o vaxtdan qoyuldu əcnəbi dildə danışmağın. Elit təbəqə olması kimi qiymətləndirilir.
ki, müstəqil ölkənin vətəndaşıyıq, müstəqil ölkədə yaşayırıq və müstəqil Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bunu başa düşməyən insanlara bunu çox tərbiyəli şəkildə, çox normal şəkildə hərdən təlqin etmək və başa salmaq lazımdır. Əvvəllər ola bilərdi. Yəni mən bir daha vururum. Biz 15 respublikadan biri idik. Tutaq ki, Rus məktəbində oxumaq dəbiri və s. və ilaxır. İndi ki bu biz müstəqilik, bizim dövlət dilimiz var, bizim dövlət bayrağımız var, bizim öz himnimiz var, öz himnimizi öz dilimizdə, doğma dilimizdə biz oxuyuruq, öz doğma dilimizdə danışırıq. Heç kəs sənə demir ki, sən Rus dilini öyrənmə, danışma. Danış, amma dövlət dili Azərbaycan dili və zəhmət çəkin, Azərbaycan dilinə sayğılarla yanaşın, hörmətlə yanaşın və bunu təlqin edin. Doğrudur. Bir də ki, o Rus bölməsində oxumaq problem deyil. Bəlkə də təhsil baxımından hansısa bir üstünlükləri var Rus bölməsində oxuyan uşaqlar daha çox bir şey öyrənirlər. O barədə heç nə demirəm. Sadəcə evdə uşaqlarla Azərbaycan dilində danışmırlar və ən çox məni narahat edən mövzu odur ki, Azərbaycan dilini uşaq həm məktəbdə bilmir, həm evdə danışmır. Evdə əlbəttə ki, hökmən olaraq Azərbaycanca danışılmalıdır. Mən ailələr tanıyıram ki, əlbəttə uşaqları onların Rus dilində təhsil alırlar, amma evdə danışıq dili hökmən Azərbaycan dilidir. Və bu uşaqlar həqiqətən çox gözəl Azərbaycan dilində danışırlar da və təbliğ olunur. Bilirsiniz, hər şey evdə tərbiyədən başlayır. Bugün bizim cəmiyyəti tərbiyələndirən bir neçə xüsusiyyət var. Təbii ki, bunların ailədir, məktəbdir, uşağın ətrafıdır və televizordur. Bir də telefon rabitədir. Biz bunların heç birini uşaqların əlindən ala bilməyəcəyik. Onları çəkindirə bilməyəcəyik. Amma uşaqla danışmağa ki, bizi heç kəs ağzımızı yummur, düzdürmü? Yəni, uşağa heç kəs oturub deməməlidir ki, bunu etmə, bunu et. Yəni, hökmən evdə valideyndən uşaq birinci tərbiyəni valideyndən almalıdır. Mən yadıma salıram, kiçik oğlum birinci sinifə gedirdi və günlərin bir günü biz tutduq ki, yoldaşımla onun danışığında bir qüsur əmələ gəlib. Və biz ona müəyyən hərfləri o Azərbaycan dilində olmayan hərflərlə tələffüz edirdi. Və biz ona dedik ki, bu nə danışıqdır sən danışırsan? O dedi ki, müəlliməm belə danışır. Və biz həmən uşağın sinifini dəyişdik. Çünki uşağın danışığının formalaşdığı dövrdə, danışıq qabiliyyətinin formalaşdığı dövrdə müəyyən qüsurların olması bu yol verilməzdir. Amma təəssüflər olsun ki, baxın ki, bu günləri Azərbaycan əhalisinin böyük bir qismi Azərbaycan dilində olmayan o hərfləri çox adicə tələffüz edirlər və hətta televizordan, radiodan da bunu eşitmək mümkün. Adamın qulağını dəşir. Bu, məncə bu yolda müəyyən işlər görülməlidir. Nazim yazır ki, reyting şirkətlərini qovmaq lazımdır, hər şey düzələcək. Televiziya ilə bağlı bayaqki söhbətimiz. Doğrudur, məncə də ən böyük problem odur. Məhsəti Şərif yazır, bu da bizim... Bəli. Məncə Nazim Şərbətovdur, bizim keçmiş kolleqamızdır. Bəli, Nazim. Salamlayıram, bizim kolleqalarımız. Bəli, Şərbətovdur. Dostumuz, bəli. Məhsəti yazır, Məhsəti Şərif Özyürək. Məhsəti Şərif də bizim bərabər işlədiyimiz keçmiş həmkarımız İstanbuldan. Salam əziz dostlar yazır. Rahib bəyi görmək çox xoş oldu yazır. Çox sağ olun. Anar Vəlizadə təşəkkür edirəm. Rahib bəyin səsi və yanaşması hər şey köhnədir. Məncə bizim peşəkarlara çox ehtiyacımız var, doğrudur. Mən bayaq Həsənov dedi, cavab vermədiniz. Mən sadəcə diaspora ilə bağlı atladım o mövzunu. Çünki bir gün efiri buradakı diaspora fəallarının biri ilə eləyəcəyik və orada da bütün diaspora ilə bağlı bütün sualları məncə o vaxt cavablandırmaq daha məqsədə uyğun olar. Təbii, amma müəyyən mənada mən bu suala qismən də olsa cavab vermək istərdim. Son dövrlərdə diaspora təşkilatlarında da bir canlanma hiss olunur. Məsələn, Avropanın müxtəlif şəhərlərində koordinasiya şuralarının yaradılması, mərkəzləşdirilmiş şəkildə bu şuraların işlərinin görülməsi mənə böyük ümid verir ki, çox yaxın zamanlarda biz yaxşı, gücləndirilmiş diaspora təşkilatlarının yaranmasının şahidi olacaq, inşallah. Mən də elə düşünürəm, çünki artıq hər tərəfli gedişat dəyişir, yön dəyişir, yanaşma dəyişir.
Və elə yeri gəlmişkən burada onu da xatırlatmaq istəyirəm ki, gələn həftənin bazar günü 31 marta düşür bizim Rotterdamda Benelux Azərbaycanlılar Konqresinin dəstəyi ilə və Koordinasiya Şurası təşkilatlı Benelux Azərbaycanlılar Konqresinin təşkilatçılığı və Koordinasiya Şurasının dəstəyi ilə səssiz yürüyüşümüz var. Ona görə də düşünürəm ki, gələn həftə yəqin ki, heç bir bağlantı olmayacaq. Mən elə oradan yürüyüşdən canlı yayım açacağam. Onu da sadəcə nəzər çatdırmaq istədim. Rahib bəy, bir də hər şeydən danışdıq. Siz davam edirsiniz Azəricaza, hətta ləqəbiniz də Azəricazdır. Xəzər FM-dədir də artıq efiriniz hər səhər, səhv eləmirəmsə. Yox, deməli mən Xəzərdə işlədim, sonra məsləhət oldu ki 100.5 FM-ə keçim və elə həmin o formatda 100.5 FM-də mən həftənin şənbə və bazar günləri saat 10-dan 12-yə qədər radioda çalışıram. Azəricaz təxəllüsünü götürməyə düzü biraz məcbur oldum. Ona görə ki, Facebookda bir neçə nəfər bizim sizinlə ümumi həmvətənlərimizdən Rahib Azəri adında fake profillər açıblar və dostluqları mənə yox onlara göndərirdilər və onların bir qismi ilə mən özüm də yazışdım ki, siz başqasının adından niyə istifadə edirsiniz? Bu yaxşı hərəkət deyil. Sonra məcbur oldum, Azəricaz və verilişimin adıdır və mən artıq neçənci radiostansiyada ki, yerimi dəyişmək etibarilə 2008-ci ildən etibarən Azəricaz verilişinə təqdim edirəm. Əvvəlcə Liderdə, sonra Bürc FM-də, sonra Xəzər FM-də, indi də 100.5 FM-də və onu elə adlandırmağı məqsədə uyğun hesab elədim ki, bilsinlər ki, bu o deyil. Məcburiyyət qarşısında. Amma radio mənim üçün çox önəmlidir. Bilirsiniz, mən indi həm televiziyada çalışıram, həm radioda, amma radio mənim üçün daha önəmlidir, daha maraqlıdır. Çünki bu həyatımın son dövrünün 24 ilini həsr etdiyim bir işdir. 95-ci ildən etibarən, yanvar ayının 9-undan etibarən mən fasiləsiz olaraq 24 il ərzində çox qısa fasilələr olub, bəzən bir aydan 7 aya qədər bir ya iki dəfə olub, amma demək olar ki, fasiləsiz radioda fəaliyyət göstərmişəm və bu mənə çox maraqlı və çox sevdiyim bir işdir. Təvəzzökarlıqdan nə qədər uzaq olsa da bildirməliyəm ki, Cənubi Qafqaz və Orta Asiyada fasiləsiz olaraq məndən çox radioda işləyən yoxdur. Bu mənim üçün çox önəmli bir şeydir. Və çox sağ olsun ki, bizim radionun rəhbərliyi, bizim şirkətin rəhbərliyi ki, bəlkə bir o qədər kommersiya uğuru olmasa da bu verilişi saxlayırlar. Bir simvol kimi radio verilişləri aparıcılığında bir simvol kimi saxlanılır və həftədə 4 saat, şənbə 2 saat, şənbə 2 saat, bazar. Bu bir o qədər də böyük vaxt deyil, amma ürəkdən tikan çıxarılması kimi mənim üçün. Və bilirsiniz, mən həmişə onu söyləyirəm ki, mən bunu birinci növbədə özüm üçün və özüm kimilər üçün hazırlayıram. Bu, onlar üçün də bir balaca bir, nəsə bir xoş bir an olsun. Sizin mənə verdiyiniz o CD vardı, caz CD-si. O mənim evimin ən gözəl güşəsindədir. Evə gələn qonaqlara ən çox dinlətdiyim musiqidir. Çünki doğrudan da bizim gözəl musiqilərimiz var və xaricdə yaşayanda da təbii ki, gələn əcnəbi insanlara mədəniyyətimizi göstərərək qürurlanmalıyıq və o da ən gözəl incilərindən biridir həmişə də hər kəsə. Hətta bir İtalyan dostumuz vardı, ona verdim ki, qulaq as, amma bu mənimdir və nə badə itirəsən bir şey olar, yazıq apardı qulaq as, sonra da mənə qaytardı ki, çox sağ ol, çox gözəl idi. Hətta özü üçün kopyalamışdı və o da qulaq asmağa başlamışdı. Və doğrudan da çox gözəl hədiyyə idi mənim üçün. Təşəkkür edirəm. Deməli, mən sizə təşəkkür edirəm. Məqsədi yazır ki, məncə hər şey tək təşkilatlardan gözləmək olmaz. Biz hər birimiz başqa ölkədə vətəni təmsil edirik. O yüzdən də hər birimiz tək diaspora olmalıyıq. Mən ona həmişə demişəm ki, diaspora ümumiyyətlə ailədən başlayır. Sən birinci ailəndən başlamalısan bu işə, sonradan ətrafdakılara nəsə göstərə bilərsən. Rasim Aşın yazır, salam olsun. Rasim də mənim kurs yoldaşımdır. Biz bərabər universitetdə oxumuşuq. O indi Türkiyədə fəaliyyət göstərir. Rasim, bizim o vaxt bir kurs yoldaşımız var idi. O həmişə deyirdi ki, Rasim ikinci Azərbaycanda tanınmış şəxsiyyətdir. Hər kəs onu tanıyır. Salam olsun dostlar deyir. Teatr tamaşası
arasında antrak verildi. Hemen sizi izlemeye başladım. Rahip müəllimə də ayrıca salam olsun yazır. Aleyküm salam. Güllə Dadaşova, Məlik Dadaşovun qızıdır. Biz bərabər də işləmişik, həm də rəfiqəmdir. Çox maraqlı söhbət alındı. Heç ayrılmaq istəmirəm bu efirdən. Rahib bəyə və sənə maraqlı efir üçün təşəkkür edirəm. Uğurlar hər ikinizə. Təşəkkür edirəm. Çox maraqlı söhbətdir Xatirə. Hər kəs deyir ki, çox maraqlı söhbətdir. Biz 1 saatı artıq doldurmuşuq. Doğrudan maraqlı olanda heç adam bilmir 1 saat hardan gəldi, hara getdi. Çox maraqlı oldu. Çox təşəkkür edirəm. Vaxtınızı ayırdınız mənə, Rahib müəllim. Demək istədiyiniz nəsə bir şey varsa son olaraq. Xatirə, təşəkkür edirəm sizə. Keçən həftə biz sizinlə danışdıq Cahangir müəllimlə olan söhbətdən sonra. Cahangir müəllimin xətrinə mən çox dünyalar qədər istəyirəm. Biz dəfələrlə görüşmüşük və çalışırıq Bakıda olanda görüşək. Hələ onunla münasibətlərimiz təxminən bir 15 il, 18 il bundan əvvələ gedib çıxır. Ondan əvvəl Ramin Musayevlə olan buraxılışı mən izlədim. Arada müəyyən buraxılışları izləmişdim. Çox sağ olun ki, məni dəvət elədiniz. Çox sağ olun bu maraqlı söhbətə görə. Biz söhbəti, xatirə ilə söhbəti bir xatirədən başladıq. 3 il bundan əvvəlki görüşümüzdən olan xatirədən. Bu doğrudan həqiqətən xoş bir hiss idi. Və mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha həmin o hadisəyə görə ki, təxminən 100 kilometr məsafəni ayırdınız, vaxtınızı ayırdınız, uşaqlarınızı, həyat yoldaşınızı qoydunuz, gəldiniz, bizimlə bərabər oldunuz, gəzdirdiniz, bizə göstərdiniz. Bu bizim üçün əvəz olunmaz bir şeydir və hətta mən siz gedəndən sonra uşaqlara dedim ki, bax bu qız təxminən 1 saatdan sonra gedəcək, hava qaralıb artıq, mart ayında 23 idi, hava qaralıb, amma bu hələ nə qədər yol gedəcək, valla sağ olsun. İndi üstündən... Lütfen bir de bu mövzuya qayıtmayın. Məmnuniyyətlə etdim, sevə-sevə etdim və çox böyük zövq aldım mən özüm də sizinlə orada bərabər gəzməkdən. Təşəkkür edirəm və ümidvaram ki, növbəti dəfə Bakıya gələndə biz hökmən vaxt tapıb, hökmən görüşəcəyik və mən sizə yeni yerlər göstərəcəyəm. İnşallah bizim içəri şəhərdə, Qoşaqala qapıdan içəri keçdikdə, keçmiş komendatura adlandırdığımız yerdə tikilmə müddəti hələ də şübhələr doğuran, müəyyən mübahisələr doğuran bir hamam tapmışıq. O hamamı sizə göstərmək istəyirəm. Bəli, orada indi çox böyük bərpa işləri gedir və Avstriyanın məşhur şirkəti həm Qız Qalası, həm Şirvanşahlar Sarayı və Məhəmməd məscidində bərpa işlərini aparmış şirkət oranı bərpası ilə məşğuldur. Görüşümüzü və ilk ziyarətimizi oradan başlayacaq. Göstərmək istədiyim yerlər var, amma lütfən Emil bəyə böyük salamlarımı çatdırın. Emil bəylə və uşaqlarla gəlin ki, mən sizə əməlli başlı vaxt ayıra bilim və bir də var ki, əyani olaraq görüşmək. Çox təşəkkür edirəm sizə. Mütləq, inşallah. Bu dəfəki Bakı səfərim ümid edirəm ki, çox dolu keçəcək. Səbirsizliklə gözləyirəm. İnşallah heç bir problem çıxmaz və mən yayda Bakıya gələ bilərəm. Və bütün planladığım hər şey həyata keçmiş olar. Mən minnətdaram, çox təşəkkür edirəm. Bu gözəl söhbətiniz üçün, mənə qonaq olduğunuz üçün təşəkkür edirəm, minnətdaram. Gecəniz xeyrə qalsın. Siz də mənim adımdan ailənizin Novruz bayramını bir daha təbrik eləyin. Çoxlu salamlarınızı çatdırın. Çox sağ olun, salam göndərən sağ olsun. Siz də uşaqların alnından öpərsiniz, Emil bəyin əlini sıxarsınız əvəzimdən və tanıdığımız, bildiyimiz, sizinlə əlaqədə olan dostlarımıza böyük salamlarımızı çatdırırsınız. Görüşmək ümidi ilə. Mütləq çatdıracağım. Çox xeyrə. Sağ olun dostlar. Sağ olun. Sağ olun.